Astara rayonunda Yeznə qayın arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Hadisə Astara rayonunun Xocaəsə kəndində baş verib. Rayonun Ovala kənd sakini 1988-ci il təvəllüdlü mübariz qayını Adil ilə arasında yaşadığı evdə şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun sol əlinə meyvə bıçağı ilə vurub. Hadisəni törədən mübarizin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Astara rayonunun Ovala kəndində yaşayır, evlidir, bir uşağı var və rəsmi olaraq heç bir yerdə işləmir. Zərər çəkmiş Adil mənim arvadım Fatimənin qardaşıdır. Fatimə xəstə olduğu üçün qardaşı Adilin evinə getdi. Arvadım Fatimə evə qayıtmadığı üçün hadisə günü saat 21:00-da içkili vəziyyətdə Astara rayonunun Xocaəsə kənd sakini Adilin yaşadığı evə getdim. Adilin evində olan zaman arvadım ilə evə qayıtmadığına görə mübahisə etdim. Həmin vaxt Adil içkili olduğumu gördü və məni evdən çıxartmaq istədi. Aramızda mübahisə yarandı və stolun üstündə olan meyvə bıçağını götürərək qaynımın sol əlinə xəsarət yetirdim. Sonra isə onun yaşadığı evdən çıxaraq getdim. Yolda gedən zaman əlimdə olan meyvə bıçağını sol yol kənarına tulladım deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş qismində ifadə verən Adilin sözlərinə görə Astara rayonunun Xocaəsə kəndində ailəsi ilə birlikdə yaşayır. Ovala kənd sakini mübariz bacım Fatimənin əridir. Bacım bizə qonaq gəldi, müalicə almaq üçün bir müddət bizdə qaldı. Məlum hadisə günü saat 21 radələrində Astara rayonunun Xocaəsə kəndində yaşadığım evdə olan zaman təqsirlənmiş şəxs içkili vəziyyətdə evimə gəldi. Bir müddət sonra Fatimə ilə mübariz mübahisə etməyə başladı. Onları sakitləşdirmək istəyən zaman mübariz içkili vəziyyətdə ünvanıma nalayiq ifadələr işlətdi. Bundan sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı mübariz masadan götürdüyü meyvə bıçağı ilə sol əlimə xəsarət yetirdi. Daha sonra yaşadığım evdən getdi deyə o ifadəsində göstərib. Bu cinayət işinə Astara rayon məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə mübariz 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirlənən şəxsin üzərinə Astara rayon və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 6:00-a tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub. Lənkəranda ər-arvad arasında qısqanclıq zəminində yaranan mübahisə cinayət ilə nəticələnib. Hadisə rayonun Muradlar kəndində baş verib. Lənkəran rayon sakini 1986-cı il təvəllüdlü Vüsal kənddə yerləşən fərdi yaşayış evinin mətbəxində arvadı Qətibə ilə ailə məişət zəminində yaranan mübahisə zəminində, yəni sonuncunun ona xəbər vermədən evdən getməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun dodaq nahiyəsinə qəsdən yumruqla vurub ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib, özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olub. Fərdi əməklə məşğul olaraq aləmin dolanışığını təmin etmişəm. Çalışıram. Heç kimlə şəxsi ədavətim və düşmənçiliyim yoxdur. Zərər çəkmiş Qətibə mənim arvadımdır. Qətibə ilə 2007-ci ildə ailə həyatı qurmuşam. Bizim həmin nikahdan 2 övladımız var. Qətibə ilə aramızda mübahisə nisbətlər həmişə yaxşı olub. Lakin son zamanlar Qətibə mənim
tapşırıqlarıma əməl etmir deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirlənən şəxs qeyd edib ki, məlum hadisə günü günorta saatlarında qətibə ona xəbər vermədən yaşadığı evdən gedib, təxminən saat 14 radələrində yaşadığı evə geri qayıdıb. Qətibədən məndən xəbərsiz niyə evdən getdiyini soruşdum. Qətibə isə kobud şəkildə evə bazarlıq etmək üçün çıxdığını bildirdi. Əsəbləşib yumruqla onun dodaq nahiyəsinə bir zərbə vurdum. Daha sonra öz otağıma keçdim deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərərçəkmiş qismində ifadə verən Qətibənin sözlərinə görə təqsirləndirilən Vüsal onun əridir. Vüsal ilə 17 ildir ki, ailə həyatı qurmuşam. Bizim həmin nikahdan 2 övladımız olub. Vüsalla evləndiyimiz vaxtdan bəri münasibətlərimiz həmişə yaxşı olub. Buna səbəb Vüsalın həddən artıq qısqanc olmasıdır. Hadisə günü günorta saatlarında evə əşya almaq üçün yaşadığımız evdən çıxdım və saat 14 radələrində yaşadığım evə geri qayıtdım. Vüsal mənə evdən xəbərsiz niyə getdiyimi bildirdi. Mən də Vüsala evə bazarlıq etmək üçün getdiyimi söylədim. Bu zaman Vüsalla aramızda münaqişə yarandı. Münaqişə zamanı Vüsal yumruqla dodaq nahiyəmə bir zərbə vurdu. Daha sonra Vüsal öz otağına keçdi. Bizim aramızda olan münaqişə 3-4 dəqiqə davam etdi. Münaqişə zamanı orada kənar şəxs olmayıb deyə zərərçəkmiş ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Lənkəran rayon məhkəməsində baxılıb, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.